Bugün bizim studiyamızda adım Dərya Cəfərli, Qayur Əbiloğlu Yunusov, Qayur Yunus. Bəli. Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü və Azərbaycan xalqın rəssamı. Xalq rəssamı. Qayur Yunus. Xalq rəssamı. Siz zəhmət olmasa problem deyildi. Səhv olanda Azərbaycan dilində Yo, siz məni doğrudur. düzəldin. Tamamilə doğru. Siz düzəldin. Qayur müəllim, mən çox şadam siz bugün buradasınız. Çünki mən əminəm ki, sizin kimi adamlar bizim üçün lazımdır. Çox faydalısınız. Çox bizim nəslimiz üçün, mənim uşaqlarım üçün və bütün Azərbaycan uşaqları üçün və nəvələri üçün siz lazımsınız və çox vacibsiniz. Siz həmişə başqa cür deyirsiniz, amma bu mənim fikrimdir. Ona görə sizi çoxdan dəvət etmək istəyirəm və çox sağ olun ki, bugün siz buradasınız, razı qaldınız. Mən suallar yazmışam sizin üçün. Çünki birinci dəfə Azərbaycan dilində danışıram belə, söhbət apararam. Rəssam olmaq üçün peşəkar təhsil ehtiyacı varmı, yoxsa yox? Necə fikirləşirsiniz? Mənim fikrimcə var, bəli. Yəni, peşəkar rəssam olmaq üçün təhsil, bilik lazımdır. Bu da həmişə olub. Məsələn, uşaqlar üçün hansı universitet tövsiyə edərsiniz? Böyük Britaniyaya getmək üçün, yoxsa Amerikaya getmək üçün və təhsil almaq? Mən o yeniyetmələr üçün, məktəblilər üçün ki, rəssamlığa həvəsləri var, onlara tövsiyə eləyərdim ki, bizim hələ Bakıda olan Rəssamlıq Akademiyasına, əgər imkanlarınız varsa, məsəl üçün, varlı ailədən var ki, rəssamlığa həvəsləri var və biz bilmirik, Allah da bu uşaqlara, məktəblərə müəyyən istedad verib, mütləq təhsil görməlidirlər. Ən yaxşı təhsil görmək istəyirlərsə, Sankt-Peterburq Akademiyasına, Moskvadakı Rəssamlıq İnstitutuna və Parisdə, sonra Münxində, Berlində, Dresdendə ki, böyük rəssamlıq akademiya ənənəvi tarixi var. Orada düzdür, indi müasir təhsil sistemi tutalım 50 il bundan qabaqki sistemlərdir, dəyişilib. İncəsənət inkişaf eləyib, müəyyən izmlər ortalığa çıxıb və bu məsələlərin təhsilə də təsiri var və yeni proqramlar tərtib olunub. Amma hər halda yaxşıdır, dünyanın görünüşləri artacaq, rəssamlıq tarixini mükəmməl biləcəklər və o cümlədən təhsil almaqlarında məqsəd elə peşəkar sənətkar olmaq, peşəkar rəssam olmaqdır. Ayla. Çox vacib məlumatdır. Bilirsiniz incə, çünki mən nə eşidirəm? Məsələn, uşaq evdə deyəndə ki, mən mahnıçı olmaq istəyirəm və valideynlər, ailə onu ciddi qəbul eləmir. Sonra bir aktyor olmaq istəyirəm, aktyor da ciddi qəbul eləmir, amma rəssam olmaq, bəli, ciddi qəbul eləyir, amma yenə də sual qalır, sən necə gələcəkdə qazanacaqsan. Çünki bu aydın deyildi, belə deyək, Azərbaycan ailələr üçün aydın deyildi. Uşaqlar sonra necə yaşayacaqlar və harda qazanacaqlar. Başqa ölkələrdə öz əsərləri sata bilərlər, yoxsa öz ölkədə. Belə, mən bunu eşidirəm çox. Bu məsələ həqiqətən düşüncülüdür, yəni düşünmək olar bu barədə. Mən şəxsən düşünərkən bu barədə belə fikirləşirəm ki, tutalım, bir yeniyetmə, məktəbli, harda yaşayır, hansı mühitdə, hansı məmləkətdə, bundan da asılıdır və ailələrin, belə deyək də, bilik səviyyəsi, ziyalılığı hansı səviyyədədir, nə dərəcədədir və uşaqlara nəyi aşılayırlar məktəbdə, cəmiyyətdə və o cümlədən ən əsası ailədə. Və uşaqların əlbəttə həvəsi var, olur, ola da bilər. Həm musiqiyə, incəsənətin müxtəlif sahələrinə, həm rəssamlığa və müxtəlif sahələrə və yaxud poeziya sahəsində, düzdür, poeziya sahəsində
bilmirəm, bəlkə də var, akademiya var, institut var, mən bildiyim yoxdur. Onların yetişməsi tamam başqa cürdür. Amma rəssamlığın akademiyası var, institutu var, universiteti var, fakültələr var. Siz Azərbaycanda oxumusunuz. Birinci ali təhsil və sonra Tiflisdə oxumusunuz. Bəli. Əvvəl Əziz Məzimzadənin rəssamlıq məktəbi bitirmişəm 4 il. Sonra da Sovet vaxtı, SSR vaxtı, sonra da Tiflisdə Rəssamlıq Akademiyasında təhsil almışam və oranın boykarlıq fakültəsini bitirmişəm. Maraqlıdır, sizin sinif yoldaşlarından universitetdə Bəli. kimsə belə tanınmış, güclü rəssam olubmu yoxsa yox? Belə yüksək səviyyədə sizinki Mənim kimi qrupumdan yox, amma ümumiyyətlə olub. olub. Akademiyadan, Əzimzadədən, bu yaxınlarda Əzimzadə məktəbinin yubileyi keçirildi. Hardasa səhv etmirəm 100 il Əzimzadə ilk dəfə o təşkil eləmişdi rəssamlıq məktəbini. 30-cu illərdə. 20-ci 30-cu illərdə. Və təbii biz Azərbaycan rəssamlarının belə yada salanda elə Səttar Bəhruzzadə, Əzim Əzimzadəni bitirib. Sonra Toğrul Nərimanbəyov, Tahir Salahov, Mikail Abdullayev, bütün bu Azərbaycanın ən tanınmış korifeyləri rəssamlıq sahəsində oranı bitiriblər. Amma mənim qrupumdan vallahi mən belə çıxıblar, rəssamlar çıxıblar, amma siz ki deyirsiniz belə yüksək özünə məxsus, orijinal rəssamlar ola bilsin müəyyən səviyyəyə gəlib çatıblar, ancaq orijinallıq tamam başqa şeydir. Məsəl üçün, mən sizə bir Səttar Bəhruzadədən xatirə danışım. Səttar Bəhruzzadə mən Əzimzadədə oxuyanda, oxuduğum illərdə emalatxanası, bu Alimp deyirlər, orada idi və oradan günorta çıxırdı, gəlirdi. Saat belə 12-1 radələrində gəlirdi. Əzim Əzimzadə məktəbin qabağında dururdu. O məktəbin tələbələrindən kimsə bayıra çıxanda çağırırdı ki, bura gəl, sən burada oxuyursan, deyirəm, bəli, Səttar müəllim. Deyir, get Qəyyuru çağır. Tanıyırsan Qəyyuru? Deyir, hə, get Qəyyuru çağır. Bu da gəlirdi, deyirdi ki, Qəyyur, Səttar müəllim gəlib səni çağırır. Mən də gedim də sinə. Deyirəm ki, yox, bir görüm nə var, nə yox, nə deyir, icazə olmasa sən bizə ilə gedənməzsən. Düşürdüm aşağı, salam, əleyh salam. Elə mən onu Səttar müraciət edirəm. Çünki özü deyirdi ki, mənə nə müəllimdir, nə bilim, nə başqa söz ifadə, elə mənə Səttardır. Deyirəm ki, biz dərsi də boykarlıq dərsi. Əllərimdə rəng, fırçalar əlimdə. Deyir, get də get fırçalarımı yu, gəl gedək, çayxanaya gedəcək. Bu park var idi, o parkda Malakan bağı deyirlər, orada çayxanaya. Deyirəm ki, biz axı boykarlıq dərsi. Deyir ki, burada sənətkar var, sənə nəsə öyrətsin. Bax, demir ha, müəllim var. Müəllim var, amma sənətkar deyirlər. Yəni, böyük sənətkar deyirlər. Müəllim var, daim var. Amma sənətkar kimi yetişmək, bu tamam başqa bir işdir. Misal üçün, mən də 5 il ali məktəbdə dərs demişəm, tədris eləmişəm. Amma da 5 ildən artıq getmədi də, yaradıcılıqdan qalırdım. Amma adam var ki, həm sənətkarlığı var, həm də müəllimliyi var. Bu çox nadir hallarda olur. Həm sənətkar kimi tanınmış, orijinal sənətkardır, artıq tanınır, formalaşıb, yaradıcılığı, əsərləri tanınır, şöhrəti var. Eyni zamanda müəllimliyi var, tədris eləyir. Məsəl üçün, Səttar da Əzim Əzimzadədə 3 il dərs demişdi. 3 il. Sonra demədi, müəllimlik olur. Məndə də nətər o? Səttar biraz xarakter eləyirdi ki, o
tez özündən çıxan adamdır. Biri əgər düz hərəkət eləmirsə və ya düz danışmırsa, məntiqsiz bir söz deyirsə, o özündən çıxardı. Amma məndə başqa bir məsələ vardı, problem kimi, ki mən gəlib emalatxanama gedə bilmirdim. Emalatxanam da Əhmədlidə idi. Və gəlirdim, bütün enerjim gedirdi, müəllimlikdə tədris eləyirdim, dərslərə gedirdim də tələbələrlə. Artıq məndə enerji qalmırdı ki, məsələn gəlirdim 6, 5-də, 6-da, 7-də evə çatırdım, emalatxanaya gedəmirdim. Yaradıcılıqdan qalırdım. Ona görə mən Aydındır. buraxdım Buraxdınız. dərs deməyi. Cavan olanda peşəkar seçiminizdə başqa variantları nəzərdə keçirmisinizmi? Məsələn, sənətkar və müəllimdən başqa işləriniz, məsələn, bilmirəm, memarlıq ola bilər, yoxsa hansısa başqa işi? Aydındır, başa düşdüm, sağ ol. Yox, məndə elə olmayıb. Çünki uşaqlıqdan mən rəssamlığa çox həvəs göstərmişəm. Hətta yadımdadır ki, 1-ci, 2-ci sinifdə, hətta lap uşaq ikən 5-6 yaşım var idi. Bizim evimiz, siz bizim evdə olmusunuz da, o vaxt evi atam kirayə verdi, bağça eləmişdilər, uşaq bağçası. Divarlar da ağ əhənglə idi. Mən də manqaldan kömür götürürdüm, gəldim divarları bir-bir, uşaq rəsmləri də, quş, balıq, adamlar, uşaq rəsmi necə olar çəkirdim. Dayı vardı, gəldi, dedi, vay, bu divarları nə günə qoymusan? Gəldi, o bizim qapını döydü, anam çıxanda, çağırdı anamı, ay Mələknisa xanım, gəl görsən, bu oğlum divarları qapqara çəkib, rəngləyib. Mən də qayıtdım dayıya dedim ki, bizim evdə də çəkmişəmdir. Yəni bizim evdə. Yəni bu yadımdadır. Sonra stol altına girirdim, çəkirdim kömürlə. Rəngli karandaş o vaxt Sovet vaxtı, 50-ci illər. Çətin tapılırdı da, o 24 dənəli vardı, 12 dənəli, 24 dənə olanda, kimsə alanda, hədiyyə eləyəndə mənə o qədər sevinirdim ki. Amma məsələn, mən hətta gecələri də məsəl üçün uzanırdım tut ağacının altında, baxırdım ulduzlara, deyirdim, ay Allah, mən bu sənəti çox istəyirəm də, bu sənətin sirlərini öyrənim. Mənə kömək elə, mən rəssamlığı öyrənim. Amma mən heç vaxt demirdim ki, canım, mənə kömək elə, mən rəssam olum. Öyrənmək istəyirdim. Bilirsiniz, o tamam başqa şeydir. Bir var ki, qabaqçıdan deyirsən ki, mən istəyirəm mühəndis olum. Mühəndis olmaqdan qabaq nə qədər proseslər var, onları keçmək lazım, təhsil almaq lazım. Öyrənmək lazımdır. Bu, yəni uşaqlıqdandır bu həvəs. Ümumiyyətlə, Allah bütün insanlara istedad verib, müxtəlif sahələrdə. Hələ ruhlar halında olanda Allah bəndələrinə, yaratdığı insanlara istedad verir. Və nəinki insanlara, əsas 3 cür məxluqat yaradıb da, mələklər, cinlər, cin tayfası və insanlar. Və bunların içərisində ən əşrəfi Allah qərar verib. İnsandır, insanlardır. Və bu istedadlar müxtəlif sahələrdədir. Biri rəssam ola bilər, biri müəllim ola bilər, biri mühəndis ola bilər, biri həkim, müxtəlif sahə. Biri fotoqraf ola bilər, biri jurnalist ola bilər, biri biznesmen. Amma hər sahədə istedad tələb olunur. Və istedadın da dərəcələri var. O siz ki, bayaq deyirsiniz ki, o məşhur olmaq, bir böyük sənətkar kimi tanınma, formalaşma, o istedadın dərəcələrindən və o bəndənin, o insanın özünün Allahla nə qədər rabitədə olmasından asılıdır. Nə qədər rabitədə, nə qədər Allaha şükranlığı var. Allahın nemətlərinə nə qədər şükür eləyəndir. Amma o insan ki, özündən razıdır, hesab edir ki, hər şey özü gəldi, çıxdı, Allahın burada heç bir rolu yoxdur, belə düşünənlər var.
Onlar səhv edirlər. Allah sonra onlara vermir. Bəli, nə qədər yer üzündə yaşayırlar müəyyən, amma elələri var, Allaha qarşı çıxır. Allahın buyurduqlarına qarşı çıxır, haqqa qarşı çıxır. Allah deyir, keyfə baxın bu dünyada. Axırda görəcəksiniz Allahın əzabını. Düz deyirsiniz. Müxtəlif stillər var. Sizin də stili çox xüsusidir və uska profilini deyirlər. Belə hər adam görmürsən. Sizin əsərləriniz unikaldır. Ona görə soruşmaq istirdim, neçə yaşındasınız, öz stili tapmısınız? Bəncə başa düşdünüz ki, hiss elədiniz ki, bu mənimdir. Deyim də, akademiyanı bitirəndən sonra ümumiyyətlə o stil barəsində, yəni mən düşünürdüm, mənə çox uzaq görsənirdi. Elə bir hissiyat var idi ki, mən belə işləyə bilərəm. Yəni bunu mən çox çətin gəlirdi. Həm texniki tərəfdə, həm də vizual, mənəvi cəhətcə ki, klassikadır axı. Məsələ ondadır ki, orada sintez var. Siz ki deyirsiniz, orijinal dəsti xətdir. Orada sintez var. Yəni Şərq rəssamlıq məktəbi ilə, İslam rəssamlıq məktəbi ilə Avropa rəssamlıq məktəblərinin sintezi var. Yəni xüsusən klassik rəssamlığın intibah teorisi İtaliyada, sonra Hollandda, Fransada, İngilislərin, İspaniya, İtaliya, əsas İtaliyadan başlandı da o. Əlbəttə ki, o dövrlərdə olan həmin o əhli kitabdan olan rəssamlara da Allah elə istedad vermişdi. Baxın, indi elə yetişmir. İndi dövran başqa, insan təfəkkürü o qədər geniş başladı düşünməyə ki, yəni o mənada düşünməyə. Burada şeytan da öz işini gördü. Allahla rabitələr kesildi və yeni bir üslublar yarandı Avropada, xüsusən Parisdə, Fransada və impressionizm adlandırdı, impression. Elə adlandırdılar, jurnalistlər elə o sözü elə getdi. Sonra modernistlər gəldi, cürbəcür izmlər çıxdı. Klassik rəssamlığa maraq biraz zəiflədi. Xüsusən bu foto aparaturaları çıxandan sonra videolar, kinolar, kino sənəti, foto sənəti biraz çaşdırdı bəzi sənətkarları. Onlar getdilər o yolla. Amma bir məsələ var da, lap kim olursan ol. İndi bir sual alınır da, hamısı yer üzündə. Biz yaşayırıq bu dünyada. Öləndən sonra insan özü ilə bunların heç birini aparmayacaq. Bir də kəfən aparır, vəssalam. Bir də əməlləri, nə iş görüb. Əgər Allah bunu qərar verir, mən də hesab edirəm ki, belə olmalıdır. Əgər Allaha iman varsa. Əgər tutalım sənin işlədiyin bir əsər dəxli yoxdur, istəyir rəssamlıqda, istəyir musiqidə, poeziyada və yaxud kino, foto sahəsində insanları həqiqətə doğru, həqiqəti dərk etmək üçün, həqiqətə doğru irəli aparırsa, inkişafa doğru bəşəriyyəti irəli aparırsa və bu inkişafı, bu dəyərləri Allah təqdir eləyirsə, deməli o dəyərlidir, o keyfiyyətlidir, o lazımdır insanlara, bəşəriyyətə. Yox, əgər o şeytanıdırsa, onun xeyri yoxdur, səmərəsi yoxdur. Bəli, indi bildiniz də bir keçən il ya iniş il bananı o leykoplastırla yapışdırdı kətanın üzərinə. Nə bilim? Əsər oldu. Oldu əsər 22 milyon dollar. Bilirsiniz, bunlar cəfəngiyatdır, şeytanıdır. Nə olsun? Nə olsun? Milyardlarınız var. Verirsiniz. O tər cəfəng əsərləri əsər adlandırırsınız, yeni izm adlandırırsınız. Həmən o Sotbidə, Kristidə, Avropada. Çünki düşüncələr, təfəkkürlər, psixologiyalar dəyişdi.
Allahla rəbitələr değişincə insanlar bax gedir ona moda salırlar. Bəzi düşüncəsiz insanlar da gedir o yola. Elə bilirlər ki, yaxşıdır, xeyirlidir. Bizimkilər deyir ki, falan yerdə mənim sərgim oldu işin. Neçəyə satıldı? Hə? Söhbət ondan gedir. 2000-ə, 3000-ə satıb bu deyir ki, az qalır ki, Louvre-da bunun əsəri olmalıdır. Elə deyil. Həqiqi əsər, bəyəm onlar bilmirlər, bilirlər, amma oyun gedir. Bu bir oyundur, şeytan oyunudur. Allah o işi təqdir eləmirsə, istəyirsən nə elə? Hər sahədə bu məsələlər var. İncəsənətin bütün sahələrində. Kinoda da var, teatrda da var. İndi elə teatr səhnələri var ki, lütətcə bala çıxırlar orada səhnədə göstərirlər. Qeyri müəllim qaydaq bu neçənci yaşındasınız? Öz stilinizi. Öz stil, nə stil? Stilim gəldi, çıxdı. 20 yaşında, 30 yaşında, 40 yaşında. Amma əgər İkimizin arasındadır bu söhbət. Bəli, gəldi 20-30 sənə. Axı biz buradan eşidəcəklər bizi inşallah. Burada hər cür insan təfəkkürü buna baxanda düşünəcək ki, elə olmasın ki, ən vacibi isə Allah saat bizi eşidir, görür və bizim söhbətimiz, sözümüz əgər həqiqətdən kənara çıxsa, bunun heç bir xeyri olmayacaq. Siz deyirsiniz ki, uşaqlarımıza ibrət dərs olsun, öyrənsinlər. Əgər burada həqiqət yoxdursa, həqiqət deyilmirsə, Allahın buyurduğu, təqdir etdiyi həqiqət, şeytan da deyir, mənim də həqiqətim var. Onda mən istəyirsiniz, şeytanlık şey deyim, görüm uşaqlarınızın xoşuna gələr, deyim. Deyə bilərəm də, nə var onu? Hər biri deyə bilər. Bir dənə cəfəngiyat, absurd, ekstravagant bir söz deyinə, indi hamısı yapışacaqlar ondan. Var da bəzi şeirlər ellər. Biabırçı şeirlər oxuyurlar. Qadınlar var, kişilər var. Amma nə mənası? Cəmiyyət təkcə debillərdən ibarətdir. Ağıllı insanlar var, onlar da baxırlar. Bu da elədir də. Hansı kanalda gedəcək, baxacaqlar. Deməzdərlər ki, ayıbdır sən bu sənətindən danışırsan, sonra belə məsələlərə toxunursan. Yaxşısı bu deyil, deməyək. Ən böyük məqsəd Qeyri müəllim. Ən yaxşısı, baxın, 2000-ci ildə Polşanın Varşava şəhərində sənətkarların beynəlxalq simpoziumu keçirildi. Ekspertlərin təsviri sənət, incəsənət üzrə, rəssamlıq üzrə sənətşünaslar. O simpoziumda axırda bir nəticə çıxırdı, protokol bağlanır ki, nəyə gəldilər, çıxdılar. Axırda ona gəldilər, çıxdılar ki, mən indi rusca deyəcəm. Изобразительное искусство, в конце концов, не подлежит словесному объяснению. Görürsünüz? Burada göz var. Göz, təfəkkür, duşa, qəlb. O ilə baxıb dərk eləyirsən. Bəli. Rəssamlıqda, məsəl üçün, tutalım, Leonardo da Vinci'nin Gioconda-sı haqqında mən sənətşünasdan 10 qat elə sözlər deyərəm ki, həm yapışar ona, eyni zamanda bir başqası onu deyər ki, yox, bu cəfəngiyatdır. Görürsünüz? Yəni, sözlə ifadə olunan deyil. Çünki rəsm əsəri, rəssamlıq tablosu elə bir şeydir ki, Allahın elə bir lütfüdür ki, nemətidir ki, insanlar ondan mənəvi, ruhu qida alırlar. O ruhları zədələmək olmaz. Allah deyir Quran-ı Kərimdə. Yəni, onları azdırmaq olmaz. Ayıq olun ki, azdırmasınlar. Azdıranlar da kimlərdir? Şeytanlar. Sənə gələr, pis şeyi elə yaxşı göstərər. Deyir, nə var burada? Düzdür. Banandır da, yapışdırmışam. Это мое искусство, это мое произведение. Amma rəssama baxanda, bir şəkilə baxanda, mən şəxsi, mən həmişə bilmək istəyirəm, bu rəssamın
yolu nədir, həyatı nədir, o necə, hansı stildə işləyirdi, hansı muzeylərdə var, hansı reytinqdə, hansı neçənci rəssamdır, Sovet vaxtında, bilmirəm, indi dünyanın rəssamlıqdan, bəli. Mənim üçün vacibdir bilmək sizin həyatınız və sizin düşüncün. Hə, Allah. Var da hamısı informasiya var da. Veya da düz adı neydi onun? Orada hamısı var da. Harda necə. Sual. Yüksək sənət nədir və yaxşı sənət nədir? Yüksək sənət nə deməkdir? Yüksək sənət o sənət adlanır ki, Allah onu təqdir eləyir. Təqdir eləyir bilirsən, yəni Allah onu bəyənir. Adam necə başa düşməlidir bu yüksək sənətdir yoxsa yaxşı sənət? Ona görə baxır hansı adam. Adam əgər o sahədə təhsili var, elmi var, bilikləri var və Allahla bir rabitəsi var, incə qəlbi var, o onu görəcək. Amma hər adam sözlə onu ifadə eləyə bilmir. Misal üçün mən bax sizin bu sualınıza bir-iki cümlə ilə də deyə bilərəm ki, sənət əsəri odur ki, orada həqiqətən insanın ruhu dincəlir. Baxırsan zövq Mən necə alırsan. özümü hiss eləyirəm. Mən hiss Əgər eləyirəm o ki, səni rahatlandırır, Rahat, gözəlliyi bəli, orada bəli. görə bilirsənsə, bəli. bax bu sənət əsəridir. Bu sənət, Sən yüksək sənət. ruhən, bəli, yüksək sənətdən söhbət. Ruhən ondan bir qida alırsansa, mənəvi qida. Gedə. Ay, Deməli, sağ ol. o Düzdür. doğrudan da yüksək, gözəl sənət Düzdür. əsəridir. Düzdür. Bu belədir. Bunun bu da başqa cür tərifi də ola Əlbəttə, bilər. adam başa düşməlidir. Məsələn, adam var ki, deyər ki, yox, mən üçün bu qane eləmirəm. Əgər o tutalım, indi yaşayırsa o necə olar? O klassik olmalıdır. 100 il, 200 il bundan qabaqçı, yəni baxırsan klassiklər. O yüksək sənət hesablı. Hesab bilər. Məsələn, intibah dövrü və yaxud da İslam şərqində məsələn Sultan Məhəmmədin miniatürləri, Kəmaləddin Behzadın. Amma eləsi də var ki, nə danışsan, Sotheby'də Picasso 129 milyon dollara satılır. Deməli böyük sənət əsəridir. Yüksək sənətdir. Deməkdir. Beləsi də var deyə. Sotheby'sdə bəli, satanda bəli. o yüksək sənətdir. Belə də. Heç satmır da yox. Bəli, belə də deyənlər var, amma bunlar faktdır və hər bir məsəl üçün tutalım insan ki, bu barədə düşünür və dərk eləmək istəyir ki, Bəli. meyarda kriteriya deyilir ruslar. Meyar harda necə təyin olunma. Təbii ki, onun elminin səviyyəsinin, intellektual ziyalılıq səviyyəsinin dərk etməsindən asılıdır. Və onun ünsiyyətdə olmasından asılıdır. Adam var ki, ömründə bir dənə orijinal sənət əsəri görməyib, sərgilərə getməyib, muzeylərə getməyib. O birdən-birə gəlib tutalım, mənim emalatxanama, qalereyama baxır və birdən görsən elə primitiv sual verir ki, o səviyyəsi odur, həqiqətən. Deyir ki, hətta adını çəkmək istəmirəm, rejissor var, kino rejissoru gəlib, qayıtda elə bir kobud ifadə işlətdi ki, nə qəşəng arvadlardır, bunları necə çəkirsən? Bu nə cümlə, bu nə ifadə? Beləsi də var. Və ya bir başqası gəldi ki, bunlar elə hamısı bir-birinə oxşayır ki, amma çünki ünsiyyət olmayıb, ilk dəfə görür. İndi mən sizə sual verim. Bu simfonik musiqi əsərləri var da, simfoniyalar, operalar, məsəl üçün Beethovenin, Mozartın. İlk dəfə tutalım, 10-cu sinifdə oxuyursunuz, 9-cu sinifdə oxuyursunuz. Buna qulaq asanda ilk dəfə simfonik əsərə canlı orkestr ifa eləyir, qulaq asırsınız. Bəli. Siz o vaxtı çoxmu dərk elədiniz musiqini, o Bəyənməmişəm. musiqini? Yox, bəyənməmişəm. Başa düşmədim. Bir də var 40 yaşında artıq çox getmisiniz konsertlərə. Artıq 40 yaşında həvəslə gedirsiniz. Fərq var. Zövq alaram. Bəli. Həm zövq, həm bilik, informasiya məsələləri var. Və burada elmin, təhsilin də rolu var. Sənin təhsilin yox, elmin yox. İndi belə deyək də, çoban da insandır, amma çoban səviyyəsində hətta belə bir yenə Səttar Bəhluzadənin bir olmuş xatirə yadımdadır. Deməli,
Nəsiminin 600 illik yubileyi keçirilirdi. Səhv etmirəm 68-ci il idi ya 69-cu il. Dəqiq yadımda deyil də. Biz Səttər Bəhlulzadə, şair Tofiq Bayram, Emin Sabitoğlu, bəstəkar, mən gəlirik. Gedirik o Kukla Teatrının yanında çayxana var, ora gedirik də, orada çay içəyə gedirik. Orada bir dənə Neft daşları var da, bizdə neft daşları. Neft daşlarında bir qəzet çıxırdı. O qəzetin redaktoru rast gəldi Tofiq Bayrama. O da tanıyır da, şairdir, bu da jurnalistdir. Və təqdim elədi Səttərə ki, bəs bu redaktordur, o Neft daşları qəzetinin redaktoru. Dedi, yəni yaxşı gedək biz yenə çayxanaya. Və oturduq, söhbət musiqidən düşdü, klassik musiqidən. Birdən bu qayıtdı ki, bu qəzet jurnalist, redaktor. O Qara Qarayev nə yazır, heç nə başa düşmək olmur. Qara Qarayev, bəstəkar. Xüsusən o Trapoy Qrom əsəri, balet əsəri. Səttər baxdı buna, deyir, bura bax, necə nə yazır? Sən musiqiçisən, deyir, yox. Musiqişünassan, muzika deyir, yox. Deyir ki, sən bir nə haqqın var, belə danışırsan, nə yazıb buna görə. Sən istəyirsən ki, Qara Qarayev çoban səviyyəsində yazsın, sən də onu qəbul eləyəsən. Sən çalış Qara Qarayevin səviyyəsinə çat ki, onu qəbul eləyə biləsən. Bax, belə məsələlər var. İlk dəfə görür, etika var da, məsəl üçün. O sualla, primitiv sualla o öz səviyyəsini bildirir. Əlbəttə. Aydındır. Biz indi o etika məsələlər. Belə deyirlər ki, yaxşı sənət suallar verir. Hansısa bir əsər suallar verir. Yoxsa suallara cavab verir. Siz necə ona baxırsınız? O sual verir, adam orada sual görür, yoxsa cavab görür? Bu necə ki, insan özü bir Allahın yaratdığı insan, hər biri bir individdir də. Bəli. Hər biri bir individ. Bəli. Bu individ xüsusən harda bir özü var. Anatomik insanın quruluşu var da, barmaq izlərində. Təsəvvür edin, sektilyonlar Həzrəti Adəmdən bu yana insanlar gəlib dünyaya köçüblər, hələ qiyamətə qədər də. Gör, hamısını Allah. Təsəvvür edin, individual. Bəli. Bax, o sənətkarlar ki, söhbət rəssamlardan gedir də. Lap bəstəkarlar olsun, şairlər olsun. Onlar necə ki fərddirlər, onların əsərləri də fərddir. Hər əsərində bir informasiya materiyası olur. Bəli. Və bu o deməkdir ki, hər əsərin də orada suallar və cavablar hamısı bir yerdədir. Və hər adam üçün öz suallar, öz O cavablar. suallar da müxtəlifdir, cavablar da Yazdım. o suallara uyğun olaraq ona müqabildir. Məsəl üçün bayaq dediyimiz kimi, niyə məsələn burada bu obrazlar bir-birinə oxşayır? Bu bir sual. Niyə bu qırmızı rəng dominir eləyir? Və yaxud yaşıl rəng və yaxud niyə rənglərin sintezi burada? Niyə belə? Və necə ki, suallar müxtəlif yaranır, müxtəlif adamlarda. Hər adam ki, fərddir, onun sualı da fərddir elə. Amma yenə mesajlar... Baxır, o sualı kim verir? Biz ümumi şey üçün, məsələn, bu elə bir sahə deyil ki, məsələn, idman sahəsidir, yox. İdmanda, məsəl üçün, götürək futbolu, 2 komanda, 11-11 olur. Bu futbolun son nəticəsində nə olur? Ya heç-heçə qurtarır, ya hansısa qalib gəlir. Düzdürmü? Bəli. Burada aydındır məsələ. Başqa sual o prosesdən gedə bilər. O oyunçu necə oynadı, hansı səhvi buraxdı, qapıçı nə edir. Amma nəticə budur. Düzdür. Ya heç-heçədir, ya hansısa qalibdir. Qalib və məğlub tərəf. Amma incəsənətdə istəyir rəssamlıq olsun, musiqi olsun və yaxud incəsənətin başqa sahələri olsun. Bu suallar müxtəlifdir. Müxtəliflikləri də təbiidir, bu normaldır.
və cavablar da müxtəlifdir və suallara müqabil cavablar da var ki, belə. Məsəl üçün biz baxır hansı kontingent. Tutalım biz məktəblilər üçün danışırsa, auditoriyaya baxaq da görək. O sərgimdə müzakirə oldu da, gənclər gəlmişdi, orta nəsil də var idi zat. Yəni şagirdlər yox idi də, məsəl üçün 5-ci, 6-cı sinif şagirdləri. Məsəl üçün onlar üçün bir başqa cür lazımdır izahat vermək. Onların başa düşəcəyi dildə. Düzdür. Yoxsa onu tutalım 3-cü sinifdə oxuyan bir şagirdə sən universitetin 3-cü kurs proqramından deyərsən, o dərk eləməz. Düzdür. Hə. Düzdür. Aydındır. Estet. Estet kimdir? Və sizin müştəriniz mütləq estet olmalıdır. Estet. Latın sözüdür də estet. Fransızlar da işlədir bunu, ingilislər də estet. Yəni bizim dildə bir neçə məna kəsb eləyir də. Gözəllik, zövq, mahiyyət də ümumi demək olar. Onlar da yenə fərdidir. Baxır bu estetin mənbəyi nədir, haradır, kimdir və onun qəbul etdiyi tərəf kimdir, nədir. Amma ümumi bir formula var. Elə bir şey yoxdur ki, olmasın. Allah qoyub, qayda qanunlar qoyub. Misal üçün, elə məsələlər var ki, insan həyatında o sırf insanın mənəviyyatı ilə bağlıdır, ruhu ilə bağlıdır. Amma elə məsələlər də var ki, insanın maddi varlığı ilə bağlıdır. Və üçüncü bir məsələ də var. Həm maddi varlığı ilə bağlıdır, həm də ruhi, mənəvi. İkisi bir yerdə sintez təşkil olmalıdır. Edərək, ikisi bir yerdədir. Adicə tutalım, süfrə açılır, yemək süfrəsi, nahar və yaxud şam yeməyi oturursan, bir nəfər və yaxud 2 nəfər və yaxud bütün ailə üzvləri əvvəl mənəviyyatdan başlayır. Hardan başlayır? Gedirsən, əlləri yuyursan, düzdürmü? Təmizsən, gəlirsən, süfrədə salfetka var, dəsmal var. Bunu ilə. Amma lap belə ali dərəcəsi Allahın adını çəkməklə, Bismillahla. Bunu da əhli kitab da, xristianlar da deyir, yəhudilər də deyir, müsəlmanlar da deyir. Bəli. Hətta bütpərəstlər də deyir. Bəli. Ki, bunu ilə, bu mənəvi tərəfidir. Sən tutalım, ola bilsin ki, Bismillah deyir, yiyəcəksən. Doymayacaqsan, doyacaqsan. Maddi tələbatı ödəyəcəksən, yedin. Amma mənəviyyat qaldı kənarda. Baxın, bir hədis deyim sizə, Həzrət Əli əleyhissalamdan diqqətlə qulaq asın. Həzrət Əli əleyhissalamın yanına bir ərəb, bədəvi ərəb, kasıb ərəb də gəlir, bədəvi, yəni çöl ərəbi. Heyvan saxlayırlar da onlar. Gəlir deyir ki, əmir əl-mömin, ya əmir deyir, Həzrət Əliyə müraciət edir də. Deyir, mən deyir, son 3-4 gündür nə yeyirəm, qarnıma sancı gəlir, ağrı verir qarnım. Deyir ki, nə yeyirsən? Deyir, ət yeyirəm, çörək yeyirəm, göyərti, pomidor, xiyar, belə şeylər. Deyir, Bismillah deyirsən, Allahın adını çəkirsən, yeməyə başlayanda Bismillahirrahmanirrahim. Deyir, deyirəm. Deyir, get, indi bundan sonra süfrədə nəyə əl atdın? Bismillahirrahmanirrahim. Çörəyi əl atanda Bismillah deyir. Qaşıqla xörəyi əl atanda, duza əl atanda, meyvəyə əl atanda neçə dənə yeməyi bir oturuşda yeyəcəksən, hamısına bir-bir ayrı-ayrılıqda Bismillah deyinə. Bu da gedir elə eləyir, ağrısı keçir gedir. Amma burada nə var? İndi alimlər, qərb alimləri, tibb alimləri bunu sübut eləyirlər. Nədir bu? Necə olur ki? O ona desəydi ki, bilirsən nə var bu? O
antisanitariya var. O betər nə bilir antisanitariya nədir? Mikroplar var. O onları öldürmək üçün əgər əlləri yaxşı sabunlayasan, çəngəl bıçağı yaxşı yuyasan, bir də xori arvada deyənə yaxşı bişirsin də, nə bilim ora nə bilim saçın yığsın belə. Bəli. Bunu deməklə deyil. Amma o bir kəlmə deyir. Bir kəlmə artıq o işin görür. Baxın. Bismillah demirsən, o qədər olub belə. Mən məsəl şahid olmuşam. Bismillah demirsən, yeyirsən, tələsirsən, başlayırsan çiçəməyə. Buradan keçmir. Keçmir. Şeytan eləyir. Şeytan dayanıb, bismillah demədi, keyfdir. Gəlir buradan mızlayır səni. Səni döndərir yemək vaxtı danışdırır. Ye. Amma Allah deyir, yemə də bir danış, ağzındakı çeynə qutar sonra danış. Bu məsələlər var. Yəni, tutalım bu həyat budur. Budur. Sənət də budur. Mənəviyyatla bağlı, insanın ruhu ilə bağlı. Yəni, kim deyə bilər, adam var və dəlidir deyə ki, nə ruh, nə bədən, nə öldün, getdin, qutardı, getdi hamısı. Nə rəssamsan da, bəstəkarsan, nə olsun, şairsən, nə bilim, mühəndissən, fotoqrafsan, jurnalistsən, nə olsun, oldu. Görsən, bu cəfəngiyat, cahil düşüncədir. Rusca buna nə deyirlər? Nə deyirlər? Olur, mən soruşum. Mən soruşdum, sual idi. Estet kimdir? Və Azərbaycanda neçə siz bilirsiniz ki, bu adam estetdir. Bu adam intelligentli, ziyalı adamdır. Nə qədər belə adamları bilirsiniz və Estet kimdir? estet kimdir? Nə bilim, valla estet Çox yüksək, məncə çox yüksək zövqlü adamdır. Adı deyil estet, yoxsa familiyasıdır? Estet yox, çox zövqlü adamdır. Hansı ki, siz zövqlü düz demirsiniz ki, incəsənət çox Bəlkə baxır. Tony Blair Bütün dünyada tanımıram, şəxsi tanımıram, ona görə bilmirəm hansı əsərlərə baxır. Amma doğrudan mən məsələn soruşuram hər adamdan, hansı ki söhbət gedir, ünsiyyət gedir. Həmişə soruşuram. Estet nədir bu estet? Başa Hələ düşdüm. Ruscadır. Okay. Nədir bu Estet, yox. Estet bir adamdır, çox zövqlü, yüksək zövqlü bir adamdır. Hansı ki, necə geyinir, necə danışır, nə ilə məşğuldur, necə özünü aparır işdə də, evdə də, eyni estet qaydada, deyirlər, estet. Ha, Çox yüksək zövqdür. Ona deyəndə Qayır müəllim, siz əsərə baxacaqsınız, yoxsa insan olma. Bəli, İnsan olma nə geyimləndir, nə geyimləndir, nə danışıqlandır, nə bərbəzəkləndir, nə pullandır. İnsan olmaq çox sadə bir şeydir, eyni zamanda həm də çox çətin məsuliyyətli bir şeydir. İnsan olmaq o deməkdir ki, sən Allaha doğru düzgün bəndəlik eləyirsən. Allah buyuran kimi yaşayırsan. Heç özün xəbərin yoxdur, şeytan yolu gedirsən. hansı hərəkətlər eləyirsən? Həmən o estet şeytan yolda gedə bilər. Nə olsa qəşəng, modniki, nə fransızki moda. Moda deyəndə hara yada düşür? Mongolistan, yox. Fransa, İtaliya. Nə olsun? Nə olsun? Yaxşı, bəs ziyalı adam kimidir? Ziyalı adam, Bəli. baxın, sözün ərəb sözüdür, ziya, ali. Zəkası yüksək, ali. Zəkası yüksək. Ali. Zəkası ali, ziyalı. Sən görməzsən ki, o ateist olsun, kafir olsun, müşrik olsun. O mömin olur. Mömin olmasa o ziyalılığı olmaz. Çünki Peyğəmbərimizin də sözü var ki, elm Çində də olsa dalaca gedin, öyrənin, elmə yələnin. Bunu daha bütün alimlər də deyib. Elmli adam ziyalı sayılır. Və elmli adam da elmli adamdır. Allahı tanıyır, Allahdan qorxur. Baxın, Yves Cousteau vardı, okeanoloq. Bəli. Fransız. Yadımızdadır. Hə. O. Ümumiyyətlə bu əhl-i kitab deyir də, Qurani-Kərim, bu xristianlar və yəhudilər. Onların içərisində çox, məsəl üçün, böyük alimlər olub, sənətkarlar olub ki, həqiqətən Allah buyuranı qəbul eləyiblər, həqiqət olduğunu biliblər və o tərə hərəkət eləyiblər. Hötenin özü, Newtonun özü, sonra, nə diyor,
veya Fransız arkeolog adını çəkdim. Yves Cousteau. Yves Cousteau. Elə Jean-Jacques Cousteau. Yox, Yves Yox, Cousteau. Yves Cousteau. Yves Cousteau. O getdi Aralıq dənizi ilə Atlantik okeanının birləşdiyi bir yer var. Bəli. O orada o akvalangistlər düşdülər, gördülər ki, orada iki dənizin suyu ilə okeanın suyu bir-birinə qarışmır. Sədd. Sonra gəldi Qurani-Kərimdə o ayəni oxudular. Fransız tərcümə var da Qurani-Kərim. Oxudular onun üçün. O hesab edirdi ki, yeni bir kəşf elib. Amma yox, gördü bu kəşfdir, Allah bildirib Qurani-Kərimdə. Görsən? Bəli. Və qəbul elədi. O ziyalı adamdır. Ziyalı. O ziyalı adam. Ziyalı və kimə deyirlər? Elmli adama deyirlər də ziya. Elmi Bəli. olmayan ziyalı deməli. Bəli. Bəlkə deyəsən bazarda kətib satan da ziyalıdır. Может, onun da kətib əlitəsil var. satsın, ziyalı ola bilər. Əlitəsil var onun. Ola bilər. İndi məsəl üçün ziyalılar var ki, məsələn Türkiyədə ziyalılar var ki, taksi sürürlər. Bizdə də var. Bizdə də var. Ola bilər, ola bilər. İndi biz məcazi mənada deyirik də, Bəli. çoban səviyyəsi, nə bilim bu, o səviyyə, bu səviyyə. Bir neynəsə ifadə eləməliyik də bu. Bəli. Bir də ki, bu təsvirin incəsənət dedim axı ya, son nəticədə bu sözlə ifadə eləmək çox çətindir. Çətindir. No, çalışdıq. Qərar müəllim, sənətiniz zamanla ayaqlaşır, qabaqdadır, yoxsa geridədir? Bir Современный deyirlər. həmkarlardan biri var idi. Qayıt dedi ki, siz deyir, geri gedirsiniz. Geri, klasik. Deyirəm, geri getmə yox deyə. İrəli getmək lazımdır. Yox, istədin, istəmədin irəli gedirik də. Baxın, bəzən bizdə deyirlər ki, indi nədir o? Ola bilir də indi. Azanlar bilir. Deyir ki, belə bir misal var. Deyir, dünya 5 günlükdür. Yiyic keyf elə. Belə söz var. Amma xeyr, elə deyil. Əlbəttə belə Dünya deyil. əslində 3 gündür. Biri dünəndir. Dünən getdi. Artıq onu qaytarıb səhvləri düzəldə bilməzsən. Yox. Biri sabahdır. Sabah da hələ gəlməyib. Hələ sabaha çıxacaqsan və ya çıxmayacaqsan, onu Allah bilir. Düzdür. Bizə məxsus olan, bizim ixtiyarımızda olan bu gündür. Ona görə ataların bir misalı var ki, bugünkü işi sabaha qoyma. Çox gözəl cavab vermisiniz. Hər şey aydındır. İndi müəssir incəsənətdə nə baş verir? Siz tendensiyalar görürsünüz? Bizim bu həmkarlarımızdan birinə dedim ki, müasir incəsənətdə müxtəlif cərəyanlar çıxır ortalığa. Əksəriyyəti də həqiqətdən uzaqdır. Real həqiqətdən. İncəsənət o deməkdir ki, fantaziya deyir də, xristiyanlar fantaziya deyir. Ərəbcə bədii təxəyyül deyirlər. Hələ sənin beyninə nə fikir gəldi, onu sən reallaşdıra bilərsən. Bəli, reallaşdıra bilərsən. Amma onun nəticəsi xeyirdirmi, yoxsa şərdirmi? İnsanları doğru yola gətirəndirmi, yoxsa insanları şeytan yoluna, cinayətlərə, küfürlərə, yalana, rəzalətə, haqsızlığa aparan bir yol. Və yaxud mücərrəd. Təsəvvür edin ki, heç təəccüblü olmaz ki, elə qiyamətə qədər belə şeylər olacaq. Çörəyi başlayır qulağına soxur, qulağını yeyir. Olar elə şey. Əlbəttə Kim yox. ala da bilərsən ki? Oğlum sənə qəşəng pulça almışam, ala bunu qulağına yeyi. Uşaq da deyir, ay ata, nə danışsa başın xərab olur, necə qulağına yeyi? Bu pulça ağızdan yeyirlər də. İndi belə şeylərə gedirlər. Nədir bunlar? Hamısı şeytanidir. Okey. Rəsmin qiyməti necə müəyyən edilir? Rəsmi qiymət var ki. Rəsmin. Rəsm əsərinin. Bəli. Tablo, Qiyməti necə rəsm müəyyən əsəri. edilir? Bəli. Rəsmi qiymət başqa şeydir. Necə təyin edilir? Ən birinci dəyəri qiymət verən Bəli. kimdir? Kimdir? Allahdır. Allahdır. Sonra müəllifin özüdür, avtorsam. Müəllifi özü.
müəyyən edilir. Bəli. Sonra müəyyən ekspertlər, sənətşünaslar, onlar Öz qiymətləndirmə qiymətlərini aparırlar. deyirlər, bəli. Amma həqiqi sənətkar əsərinin qiymətini bilir. Özü bilir. O vaxt 86-cı ildə Rockefeller Bakıya gələndə ki, mənim işimi bəyənmişdi, almaq istəyirdi. İngiliscə tərcüməcisi idi ki, biz cənab Rockefeller sizin bu tablo çox bəyənib, xoşuna gəlir, almaq istəyir də. Mən də o vaxt şəxsi satma yox idi axı. Mən də qayıtdım dedim ki, biz siz bizim rəhbərliyə müraciət edin də. Onu tərcümə eləyəndə o ingiliscə Rockefeller gülümsədi. Qayıt dedi ki, rusca danışırdı da. Mən dedim ki, обращайтесь к нашему руководству. Sonra tərcümə eləmədi ki, Rockefeller deyir, вы же автор. Görürsən, deyir, вы же автор. Düzdür. Yəni birinci qiyməti siz verməlisiniz. Müəllif özü. Hər müəllif istəyir rəssamlıqda, musiqidə, nə bilim fotoda, kinoda, rejissor olsun, kim olur olsun. Öz əsərinin qiymətini bilməlidir müəyyən dərəcədə. O qiymətlər dövrə görədir, mühitə görədir. Hansı ölkədə dövr. Misal üçün Leonardo'nun vaxtında, məsələn, Rafael da, Michelangelo da əsərlərini satıblar, Rembrandt da satıb, nə bilim Picasso da, Van Gogh dövrə görədir. O dövrdə Leonardo da Vinci desəydi öz əsərinə, məsələn, Rafael öz əsərinə, krallar, papalar sifariş edir də, məsələn, desəydi ki, bu tablo tutalım da, yəni, 250 milyon dollardır. Yəni, o vaxt dollar yox idi. Hə? Deyəcəklər, bunun başı xərəbdir. Görürsən, dövrə görədir. Hansı dövr? İndi başqa cürdür. Dövr başqadır, dövrən başqadır da. Məsəl üçün, 50 il bundan qabaq Leonardo da Vinci'nin əsəri heç ortalığa çıxmırdı, o qiyməti də vermirdilər. Picasso'nun özü sağlığında 130 milyon dollara sata bilirdi, yox. Yox. Bunu quraşdırırlar, qururlar, onu işləyirlər onun üzərində. Art biznes Art biznes. böyük bir sahədir. Hesab elə ki, dünyada böyük bizneslər var da. Məsələn, silah biznesi var, legal, rəsmi, qızıl, brilyant biznesi var. Bunlar belə gəlir ardıcıl və yeni texnologiya biznesi, cürbəcür texnologiya, informasiya sahəsində, media sahəsində və art biznes də var. Bu da böyük sahədir. Və bir də biznes var, amma o qeyri-legaldır. Ona nə deyirlər? Narko biznes. O qeyri-legaldır. Yəni legal deyil o. Aydın oldu? Aydındır. Art biznesdə kimlərin əlindədir? İndi mən desəm ki, Senegallıların əlindədir, Monqolların əlindədir art biznes. Hə? İnanarsan? Yox. Avropalıların, xristianların və yəhudilərin əlindədir. Müsəlmanların əlində deyil. Bəzən sual verirlər ki, niyə tutalım İslam dünyasından Leonardo da Vinci, Picasso kimi, Salvador kimi sənətkar məşhurdur. Bu məşhurlaşma bir monopoliyadır. Məşhur etmək. Bu onların əlindədir. O monopoliyanı onlar idarə edir. Onlar idarə edir və onlar işlədir. Onlar da bunu eləmirlər. Bu bir. İkinci, İslamda mütəvazilik var, təvazökarlıq var. Həqiqi müsəlman sənətkar özünü gözə soxmaz, güclə özünü reklam eləməz. O Allaha tapşırır, Allahdan istəyər. Nə lazımdırsa ona Allahdan istəyər. Amma bunlar yox. Bunlar John Major'dan, nə bilim kimdən ondan silə gedirlər. Böyük şirkətlər, məsəl üçün Coca-Cola kimi şirkət Sloveniyadan bir dənə rəssamı qaldırdılar dünya miqyasına. Adı, familiyası Framadı. Bir dənə tablo işlədi. Открытие Ameriki. 24 milyon dollara hələ. Satıblar? 90-cı ilin əvvəllərində satıldı.
Məndən də kiçikdir yaşda. Kərmən, mən istəyirəm hamı bilsin, Sotheby'sdə sizin adınız varmı? Var. 5-6 Azərbaycan rəssamının orada qeyd olunub, kartotekada var. Amma neçəyə alırlar, o məsələ var. Nə olsa var. Neçəyə alırlar, o məsələ var. Gəliblər sizə? Heç milyon yoxdur. Gəliblər? Yox, gəlməyiblər, amma mənim danlılarımı ora verilib. Moskva özdə verib. Maraqlıdır. Moskva. Bir şans varmı orada bir əsər satmaq? Şans var, şans həmişə olur, amma müraciət olunmayıb. Mən belə öz başına ora çıxa bilmərəm, onlar gəlib müraciət olunsun. Və ya hansısa nüfuzlu bir şirkət təqdim eləsin. Hansı Bax, bu bizneslərdə? danlılar var ha, burada oxuduz. Arada Bəli. qutarmışam, nə, kim, Bəli. hansı muzeylərdə. O danlılar hamısı onlardadır. Sotheby'nin kartotekası. Siyahı var. Bəli, Hansı kimi? rəssamlar Bəli, maraqlıdır? Azərbaycandan var da 5-6 rəssam. Amma hansısa Azərbaycan rəssam Sotheby'sdə satılıb? Bir dəfə olub. Bir dəfə olub. Amma ucuz, çox ucuz. Kimin? 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 Məsəl üçün dəqiq neçəyə qiymətini bilmirəm. Fərhad Xəlilovun olub. Sonra Mircavadın olub. Amma siz dediniz ki, balacadır. Rasim Babayev. Çox nə qiymət diyor? Nə qiymət? $500,000, $1 Nə milyon yarım dollar? milyon? Yox. $100,000? Heç 100.000 də deyil. Neçənci ildə satılıb? Bilmirəm, dəqiq bilmirəm, 80? amma Satılıb. Var idi. bəli, Mircavadın olub. Yəni onlar bilirsiniz, bax Rus rəssamlarınki var. O da klassiklər ha, məsəl üçün Malevich, Kandinsky, Rusiyadan çıxıblar, Şagal, Bəli. Şagal, Əlbəttə. Mark Şagal. Əlbəttə. Hamısı Rusiyadan çıxıb. Sonra bax görürsüz, çox qəribədir. Təmiz Rus rəssamını, məsəl üçün Ayvazovski var. Bəli. Amma təmiz Rus deyil. Malevich də təmiz Rus deyil. Kandinsky də təmiz Rus deyil. Yox. Misal üçün Filonov o səviyyədə deyil. Eşitmisən Filonov? Yox, heç vaxt. Görsən? Nə Repin. Onun da bir tərəfi Yahudidir. Sirov. Onun da bir tərəfi. Doğru. Vasitsov yoxdur. Malavin. Tanımıram. Yoxdur. Amma niyə tanımırsınız? Mən bilirəm. Amma indi özünüz niyə tanımırsınız? Siz özünüz niyə tanımırsınız? Rus rəssamlar. Klassiklər. Heç bir kitabda görməmişəm. Ni məktəbdə, ni universitetdə Bir heç tək vaxt. kitabında nüş axtarsın onları. Spesialli kitablar var rəssamlar. Orada axtarmaq lazımdır. İnternet var. Adını yaz gör, bütün danlılar çıxsın orada. 5-ci sinifin kitabında axtarırsınız onu. Vay. Məktəbdə məlumat verməlidir. Məktəbdə Rus bütün məktəblərində verirlər. siniflər Verirlər. getməlidir muzeylərə və Bəli, bir bizdə də var düzgün müəyyən. bələdçi dərəcədə. aparmalıdır O kitabları və yazanlar danışmalıdır. fikirləşirlər ki, rəssamlığı müəyyən proqramlarda yer ayırsınlar. O bizim ola bilər, amma Rusiyanın tədris sistemində bunlar hamısı var. Repin tanımırlar. Getkin o Rusiyanın ən belə orta məktəbin 1-ci sinifə desəm Repin kimdir biləcəklər. Biləcəklər. Hə. Düzdür. Buradakı kimi soruşanda ki, Üzeyir Hacıbəyov kimdir? Deyir, şairdir. Bəzi. Cavanlar, bəzi. Sənətkar kimi Məsəl üçün burada sual versən ki, ingilislərin bir daha dahi rəssamı var, tanıyırsan. Deyir, nədir adı? Deyirsən ki, Isaac Newton. Hə, tanıyıram. yaxşıdır. Hə, görsə. Amma bu nə deməkdir? Tanımır. Hansı ki fizikdir, alimdir. Bilik yoxdur. Hə, Amma bilik olmalıdır yoxdur, hə. əlbəttə. Kitablarda məncə Sən olmalıdır. orta məktəb qurtarmısan deyirəm, bəli. Universitetdə oxuyursan, hə. Görsən hara gəlib çıxıb maarifçiliyimiz. Görmədim. Sənətkar kimi uğur nədir? Uğur Uğur o sənətkar üçün, bütün sənətkar üçün. Uğur nədir? Uğur cənnət. Əgər cənnəti qazanırsanız, Allahın rızasını. Bəli. Hə.
Allahın rızasını qazanırsan bu böyük uğurdur. Bu kimsə başqa cür ölçür. Amma fikirləşmirsiniz, bu dünyada biz müvəqqəti yaşayırıq. Biz öləcək, hər bir vaxtı var. Hər bir canlı, Allah Qurani-Kərimdə bildirib, hər bir canlı ölümü dadacaq. Ölümü görəcək. Və öləndən sonra əbədi dünya başlayır. Əbədi iki məkan var. Bayaq dedim axı. İki məkana Bəli. putovkanı burada qazanırlar. Cənnət və cəhənnəm. Bax biz şəhərdə gezirik də. Bizimlə bərabər cəhənnəmliklər də var. Heç bilmirik, bəlkə də biz özümüz də cəhənnəmliyik. Allah qorusun. Cənnətliklər də var. Amma o ki siz bəhs edirsiniz, gözəllik deyirlər, gözəllik. Ruslar deyir, krasota. Не только духовная красота, и моральная, и материальная. O burada qazanılır. Hər kəs qazanır. Şübhəsiz Allahın rəhmi böyükdür. Allah da rəhm eləyən, bağışlayandır. Müvəqqəti vaxt gələcək, bu dünyadan köçəcəyik. Sonra qəbr evi var, bərzəx aləmi var və qiyamət günü insanlar ayrılacaq. Cəhənnəmliklər bir tərəfə, cənnətliklər bir və əbədi. Bu dünyada indi Allah göstərməsin, birinin qolu sınır, qıçı sınır, travma alır, yox. 6 ay, 5 ay, 3 ay gipsdə qalır. Nə əziyyət çəkir insan, ha? Nə günə düşür. Amma əbədi cəhənnəm əzabı təsəvvür eləmirik nədir. Əbədi cəhənnəm əzabı. Allah qorusun. Və Allahın o bayaq sual necə oldu? Uğur. Bəli, uğur. Uğur. Sənətkar kimi. Uğur nədir? Sənətkar kimi də, insan kimi də. Uğur Allah rızasını qazanmaqdır. Bu uğurdur. Amma bizdə gedirsən çempion olursan, yox. Çempion, olimpiya çempionu. Uğurdur da, yox. Birinci yeri tutmuşsan. Bəli, və sənətkar üçün. Olimpiya komitəsi, hakimlər zat verirlər bunu, sevinirsən. Amma ən böyük uğur Allah verir də. Onsuz da o çempionluğu da Allah verib ona. Allah elə eləyib ki, o çempion var. Hamı güclüdür, çox var güclü. Çoxsu ola bilər çempion. Amma görürsən biri olur çempion. Məsələn, o birinci yer var çempion üçün. Ondan adam çıxmır ki oraya. Bir də adam çıxır da. Birinci yer çempion olur. Düz deyil. Sonra ikinci, üçüncü. Hə. Bax, o uğur ən böyük uğur. Sualı belə qoydunuz, mən də ona görə deyirəm ki, ən böyük uğur Allah rızasıdır ki, qazanırsın. Aydındır. Cavab var. Sənətkərsən, yoxsa idmançısan, fərq yoxdur. Nə olur insansan. Uğur budur. Uğur nədir? Okay. Soruşmaq istəyirdim, kim incəsəni başa düşmək istəyir? Hansı kitablar tövsiyə edərsiniz? Hansı kitablar oxusun? Bizdə akademik var. Orada rəssamlara aid müxtəlif kitablar var. Klassik rəssamlar, həm də bu gənc rəssamlar üçün tədris kitabları var, öyrənmək üçün. Məsəl üçün, nədən başlamaq, risunluq, anatomik risunluq necə olmalıdır, quruluşlar, rənglə necə işləmək, hansı rənglər, texniki tərəflər. Bundan başlasınlar. Təməl budur da. Balam, uşağı 7 yaşında, məsəl üçün, 6 yaşında, 7 yaşında məktəbə qoymursan, ilk ibtidai məktəb, yox. Hazırlayırsan da onda, indi ona gedib əlifba kitabı alırsan da, düz deyil. Əlbəttə. Gedib universitetin 3-cü kurs bakalavr kitabını almırsan ki, gülməli olar, absurd olar. 50 yaşında adam, 50 yaşında adam, indi rəssamlıqla maraqlanır. Var belə maraqlanır. Və onun üçün John Thompson bir kitab çıxardıb ki, ay Tofiq, Tofiq, sən bilmək istəyirsənsə, bu nə əsərdir, yaxşı əsərdir, yüksək sənətdir, yoxsa yaxşı sənətdir, itd. Sən bu kitabı oxu. Çox asan bir şeydir. Məsələn, o ABVQ-də başlamayacaq, alfabetdən başlamayacaq. Tofiq istəyir ki, hazır kitab olsun, mən necə onu başa düşüm, bu sənət, mən necə onu başa düşməliyəm, bu yüksək sənətdir, yoxsa yox. O səviyyədə də var kitablar. Bu bahalı, yoxsa yox. O siz dediyiniz o səviyyədə də o kitablar var. Bəli. Yəni yaş fərqi əlbəttə ki var. Tövsiyə edə bilərsinizmi? Əlbəttə var. O barədə bayaq deyirəm, akademik var bizdə. Sonra orada o rəssamlıqla, təsvir incəsənətlə bağlı
müxtəlif kitablar var. Xeyr müəllim. Bizdə bir də o Tofiqin 40 yaşı varsa onun marağı hansı rəssamlıqdır? Rəssamlığın da növləri, janrları var. Sizin ən sevdiyiniz janr hansıdır? Mənim ən sevdiyim janr, mənim ən sevdiyim janr figurativ janrdır. Figurativ. Bəli. Maraqlı. Nə vaxt yaradılır? Və ikinci peyzaj janrı. Peyzaj. Üçüncü gəlir natürmort. Natürmort. Bax belədir. Çox gözəl. Ən sevdiyiniz rəssamlar. Ən sevdiyim rəssamlaram bəli. Bir yox, çoxdur. Məsəl üçün İtaliya Renesans intibah dövründən Rafael Santi, Titian, Bəli. Caravaggio, sonra çox var. Michelangelo, Leonardo, sonra El Greco, Rembrandt, sonra fransızlardan Corot var, Millet var, sonra Watteau var, Hollandlardan Rubens, sonra müasir bu 20-ci Bəli. əsr, 19-cu əsrin axırı, Van Gogh, Cézanne, Gauguin, sonra Claude Monet, sonra Camille Pissarro, Seurat, bunların hamısı xoşuma gəlir. Sonra nədir o? Picasso, Chagall, sonra Paul Klee, bilirsiniz aran rəssamıdır. Paul Klee? Paul Klee. Eşitmədim. Ona görə sizdən soruşuram. Bu çox İsveçrə. vacib məlumat. İsveçrə. İsveçrənindir. İsveçrə, bəli. Çox var, çox var. Azərbaycan rəssamlarının Səttər Bərvizadə, Nömrə 1. Toğrul Nərimanbəyov, Əşrəf Muradoğlu, sonra Mirzəvad var, Rasim Babayev var. Sonra kimlər var? Misal üçün, bax indi o ki, mənim xoşladıqlarım var. Onlar bir Kimdir? var. Sonra heykəltaraş Fazil Nəcəfov, Kamal Əhməd, sonra var, bir çoxları var. Gənclər var, məsəl üçün, orta yaş var. Amma indi dövr başqadır. 21-ci əsrdə hələ formalaşmır yeni nəsil ki, ortalığa yeni bir, möhtəşəm bir şeylə gəlib çıxsınlar. Biraz bu, nədir bu, internet çaşdırıb da onlar, baxırlar. Akademiyada tədrisin keyfiyyəti də bizim dövrdəki kimi dövr. Baxırlar internetdə, o izimlərə baxırlar, eləyirlər o tə. Elə bilirlər yaxşıdır. Fantaziya yoxdur. Özləri dövr. Öz fantaziya deyil də. Baxın da, baxın. Misal üçün, tutalım, bir adam deyir ki, mən Azərbaycanlıyam, müsəlmanam. Amma nə Azərbaycanca danışa bilir, nə də müsəlmançılığı var. İngilisi anlada bilərsən, Rusu, Fransızı, Almanı deyə bilərsən. Öyle sən fizionomiya baxanda biləcək ki, sən hələ Azərbaycanlı müsəlmansın. Amma özünkünü anlada bilməzsən. Ən əsası Allahı anlada bilməzsən. Abalam, Allah səni bu məkanda gətirib dünyaya. Müsəlman kimi gətirib də, müsəlman ümməti. Məsələn, Fransadan adam olacaqdın, sən xristiyan olacaqdın. O təbii, Rusiyada. Amma burada gəlmirsən. Allah səni burada necə yaradıb, bax, buranın mədəniyyətini, buranın adət ənənəsini sən mənimsəməlisən, yaxşı, xeyirli tərəfini. Yaxşı, xeyirli tərəfini. Düzdür. Amma o mentalitet deyirlər, o mentalitetin iki yüzü var. Yaxşı tərəfi də var, pis tərəfi də var. Pislər də var. Bu illər keçdikcə o mentalitet də dəyişir, formalaşır. Adət-ənənə. Amma nə qalır? Düşüncə, təfəkkür qalır. Ağıl ki, başdan çıxmır. Ağıl o zaman zəifləyir, məsələn, insan qocalanda. Görsən, cavanların əqli necə tez işləyir, tez həll eləyir. İndi Allah hamımızın canı sağ eləsin. 95 yaşında sən elə maşın sürənməzsin. Aydın oldu? Reaksiya.
Səttar müəllimin ən sevdiyiniz əsəri nədir? Hansıdır? Kəpəzin göz yaşları. Kəpəzin göz yaşları. Bəli. Maraqlı. Bəs sizin şəkillərdən, sənət əsərdən hansısa biri xoşlayırsınız? Çox yaxındır sizə yoxsa Var. bütün işlər varmı? Deyim də. Hansıdır? Qəbul edilməmiş çiçəklər. Qəbul edilməmiş çiçəklər. Neçənci ildə siz onu yaratmısınız? Dəqiq yadımda deyil, o şeydə var. Satışdadır yoxsa satmısınız? Yox, o məndədir. Satmırsınız. Siz onu görmüsünüz, Bəli, qalereyamda gördüm. görmüsünüz. Gördüm. Qəbul edilməmiş çiçəklər. Orada təsvir olunub bir nişanlı qız, nişanlı. Ad günüdür. Bunun nişanlısı bəy gələ bilmir, işi çox çıxıb, biznesmendir, indi nədir? Öz qulluqçusunu yollayıb çiçəklərlə get mənim adımdan nişanlımı təbrik eləyir. Nişanlı qız da onu qəbul eləmir. Deyir, sən niyə gəlib mənə təbrik edirsən? Hanı mənim nişanlım, qoy o gəlsin. Və qaytarır geri çiçəkləri. Qəbul edilməmiş çiçəklər. O işə baxanda o var da internet. Bəli, bəli. Məndə burada da var şey. Sonra göstərəcəm. Neysə. Maraqlıdır ki, mən necə görürəm, məsələn, mənə deyəndə Qayur müəllimin hansı əsərləri sən xoşlayırsan, mən deyəcəm ki, bütün qadınlar hansı ki siz çəkmisiniz, bütün qadınlardan çox qəşəng bir nur gəlir. Bütün sifətlərdən nur gəlir. Yadımda deyildi heç bir əsər harda bu tindədir yoxsa hardasa işıq yoxdur. Onun sifətindən çox düzgün, təmiz, qadın bir enerji var. Mən onu görürəm və o mənim çox xoşuma gəlir və sakitləşdirir məni. Bu bunun mənəvi tərəfi siz deyən. Amma onun texniki tərəfi də var. Əsas odur. Nur necə olur nur? Necə? O siz bilmirəm fikir vermisiniz o işlədiyim o emalatxanada. Orada ki üzlərə o klassik priyomdur. Klassik texnoloji fəndir, texniki. Üzləri belila qoyulur əvvəl. Belila. O quruyandan sonra tam yox, quruma dərəcəsinə gəlib çatanda o başlayıram o üzləri, portretləri işləməyə. O nə qədər işləyirsən, o işıq altdan gəlir. O bax nurdur. Bu bunun texniki tərəfidir. Təbii onun mənəvi tərəfi, ruhu tərəfi bayaq dedim, insanın Allahla rabitəsindən çox şey asılıdır. Başlayanda Bismillah deməlisin. Onu izləmək olmaz. Sovet vaxtı nə Bismillah. Mastiskoylarda araq içilirdi. Bəli. Nə Bismillah yada düşür. Amma Səttar rəhmətli mənə deyirdi ki, Qayur, nə işə başladın, Bismillahla başla. Bu yaxında mənim bir həkim dostum var. Gəldi, o mənim emalatxanama gələndə bilir emalatxanam deyə ayaqqabılarını çıxardır. Hörmət göstərir. Aydındır hörmət. Hörmət ayaqqabı ilə tək olmaz ki. Əlbəttə. Hörmət bir salam vermək də hörmətdir. Əlbəttə. Amma ayaqqabıların bilirsiniz nəyə görə çıxardır? O qalereyamın müqəddəs yer sayılır. Biz meçidə gedəndə ayaqqabını çıxardır. O onu müqəddəs yer sayır. Ona görə. O bilir ki, bu mastiskoyda araq içilməyib. Amma get mastiskoylara rəssamların. Yığılırlar araq içirlər ki, bax, elə bilirlər ki, yaxşıdır. Baxın keyfə. İşlədiklərimiz də şeytani, dəyər yox. Onlar bunu da efirə deyim. YouTube'da hamı bilsin ki, sizin masterskaya həmişə açıqdır. Emalatxana düzdür, emalatxana həmişə açıqdır və kim istəyir həmişə Qayur müəllimə zəng edə bilir və icazənizlə gələ bilir, gətirə bilir. Çünki mənim üçün çox vacibdir. Hər bir qonağa ümumiyyətlə mənim qalereyam, emalatxanam açıq. Siz yaxşı bilirsiniz. Amma sizin telefon nömrəniz mən çətit tapmışam. Qayur müəllim. Yox, Yunus da var da. Niyə yox? Yunus da peyğəmbər. Qayur birinci dəfə mən Cəfər bilirsən, kimin adıdır? Yox. Cəfər.
İmam Cəfər Sadiq. İmam Cəfərdir. İmam adıdır Cəfər. Amma Qəyyur da birinci dəfə eşitmişəm. Qəyyur Allahın adlarından biridir. O, Qəyyur. bilmədim mən. İslam ölkələrində, məsələn, İranda, İraqda, Suriyada, Qəyər Ərəb müəllim, ölkələrində. 76 yaşında maşallah çox qəşəng görünürsüz və çox qəşəng danışırsınız və ləzzət eləyirsiniz sizinlə ünsiyyətdə olmaq. Sual. Hansısa dövründə siz fikirləşdiniz ki, bu ölkədə mən öz əsərləri sata bilmirəm. O qiymətə hansı ki mən qoymuşam, başqa ölkəyə gedim, orada uğurlu olum və necə istəyirəm sata bilim. Yox. Mən elə Heç vaxt fikirləşmədiniz. Yox, heç vaxt fikirləşmədim. Təs yeri dəyişmək. Əvvəla pul barədə mənim fikrim bu formada olmayıb, fikirləşim burada sata bilmirsən. Şükür. Mən məsələn, pul nədir? Vasitədir də. Nəyisə almaq. Pul bir vasitədir. O bir cəmaatın dilində bir söz var, deyir, pul əl çirkidir. Yox, pul əl çirkidir, amma vasitədir. Müəyyən bir şeyləri, məsəl üçün, həm maddi, həm mənəvi məsələləri ödəmək üçün pul vasitədir. Mən bu vasitə ruzidir də, Allahdan istəmişəm. Yoxsa burada satılmır, gedim Fransada satılar, nə bilim, Moskvada satılar. Belə düşüncə olmayıb məndə heç vaxt. Amerikaya Əksinə. gedim, orada yaxşı satın. İsveçrəyə Halbuki gedim. mənə dəvət eləyiblər. Türkiyədə də dəvət eləyiblər, Moskvada da dəvət eləyiblər. Hətta Almaniyada yarı zarafat, orada da dəvət eləyiblər, gəl. Münxendə, Berlində, Dresdendə. Heç vaxt fikirləşmədiniz ki, Yox. hər şey buraxım gedim. Yox. Çünki Patriotsuz. mən Ölkə həqiqətən sevənsiniz. ölkəmə, vətənimə bağlıyam. Hətta mən kəndimdən çıxa bilmirəm. Əmircandan. İnansan şəhərə gələndə Əmircan. düşürəm avtomobildə, öz maşınıma gələndə. Bəli. Bir görsən probkaya düşürəm, darıxıram da bir şey. Biraz yaşlanmışam da, biraz səbrim tükənib yavaş-yavaş. Amma hələ cavanlığımda həmişə elə fikirləşmişəm ki, yox. Türkiyə dəvət ediblər. Hətta sənədləri də hazırladım dərs deməyə İstanbul Universitetində, akademiyasında, rəssam akademiyasında. Gözəl. 92-ci ildə. Hələ o vaxt tezə-tezə açılmışdı yollar. Bir neçə rəssamlar getdilər Türkiyəyə. Orada çalışdılar, bir qismi qayıtdı, gəldi. İndi çalışanlar, qalanlar da var orada. Məni dəvət eləmişlər. Meyman Sinan Akademiyası var İstanbulda. Ora 92-ci ildə bütün sənədləri hazırladım. Getməyimə qalmış, xəstələndim. Bir də evdən xanım razı olmadı da, uşaqlar da balaca idilər. Ki, mən də tək istəmirdim də, ailə ilə birgə. Amma müqavilə bağlanmışdı. Onun üçün getmədim. Qərar belə Qismət də aldınız. deyil. Keçmədi. Orada Türkiyə səfirliyindən də 2 dildə sənədləri hamısını təsdiqləmişdim. İngilis və türk dillərində. Amma getmədim. Sonra da fikirləşdim ki, Allahın qisməti də ördü. Qismət olsaydı yəqin gedərdim. Fransada da, məsələn, orada da olanda, orada da yarı zarafat, yarı doğru etmir. Gəl, qal burada. Amma bilirdilər Qəyyur əsərləri nədir? Əgər o əsərlər dəyərsiz olsaydı, kim dəvət edir? Əlbəttə, heç kim. Tanınmış rəssamlardan eyni texnika kim istifadə eləyir sizinki kimi? Var idi biri, amma onda alınmadı. Ona dedilər ki, sən Qəyyur kimi eləyəməzsən, eləmə. Eləmədi. Var idi biri. Aydındır. Çox çətindir. Elə bilirlər ki, onun əvvəla texniki tərəfi çox çətindir. Bu bir. İkincisi də ki, heç mənasızdır. Nə mənası? Bir var ki, tutalım, realizm üslubu var da, hamısı oyunun gedir və yaxud akademizm var. Cürbəcür izmlər gəlirsən, eləyirsən. Amma nə mənası? Sən çalış. İndi elə bir dövrdür ki, bilsən, hər bir sənətkar fərd kimi göstərməlidir özünü. Elə tələb olunur. Yoxsa Bəli. baxırlar telefonla, internetdən, orada nə baş verir, nə eləyirlər, bunlar da bunu eləyirlər. Yamsılamaq, подражание. Yamsılamaq. А это не нужно делать. Əlbəttə. Sən isə belə ki, kopya eləyirsən. Bəli. Sənə necə sənətkar demək olar?
Cavan rəssamlar üçün hansı siz belə naputstve deyərsiniz, yaxşı söz hansı deyərsiniz? Elə bu sözdür ki, o gənc rəssamlar kimdir, təhsil alırlar, sonra və yaxud qutarırlar, hələ ki formalaşma dövrü gedir. Bəli. Təbii onların içərisində istedadlılar var. Amma o istedadı nəzərə alsınlar ki, o istedadı onlara Allah verib və Allah buyuran kimi də hərəkət eləsinlər. Allah istedadı verəndə onun yollarını da göstərir. Sən gəlib necə formalaşıb sənətkarlığa o dərəcəyə çatmalısan. Əvvəla doğru düzgün həyat tərzi keçirməlisən. Doğru düzgün Allah bəyənən Və öz əsərlərdə Və doğru yol o göstərir. doğru yol nədir? Yəni bax da sən hansı məmləkətdəsən, sənin hansı tarixin, mədəniyyətinlə bağlı. Baxın, hərə bütün dünyada xalqlara ki, Allah millətlərə ki böldü bəşəriyyəti, hərə öz xalqının mədəniyyətini başladı inkişaf etdirməyə. Bəli. Ruslar da həmçinin elə Fransa, İtaliya, İngilislər, nə bilim, Yaponlar, Çinlilər, İslam dünyasında türk xalqları gəlir, İran, ərəblər, İndoneziya, Hindistan. Görsən, misal üçün hindli bir rəssam matruşka çəksə, deyəcəksən, bu xeyr ola, bu rusların matruşkasını götürüb. Əlbəttə. Düz deyil. Düzdür. Və yaxud rus rəssamı Hindistanın o nə bilim belə bir şey var, o atributları. Bəli. Ondan göstər. Bu düzdür. Yox. Axı Allah sənə verib sən burdansan da, balam. Öz mədəniyyəti. Hətta öz mədəniyyəti, öz tarixə bax, Bəli. çalış o yolu inkişaf elətdir. İnkişaf elətdir. İnkişaf elətdir. Aydındır. Bax budur. Yəni internetdə o telefonla baxıb internetdən çaşmayın. İstifadə başqa şeydir, amma onları götürüb kopyalamaq başqa şeydir. Başqa şeydir. Elə istifadə eləyən ki, o istifadə sənin öz kökündə, öz mədəniyyətinin inkişafında olsun. Bax budur. O Müasir İncəsənət Muzeyi var da. Bəli. Orada məsəl üçün müxtəlif insanlar da ölkələrdən gəlirlər, baxırlar. Bəli. Sən orada görsən baxır məsəl üçün onda formalaşır da, niyə? Düzdür. Müasir İncəsənət Muzeyi belə adlanır da, amma modern diliyən dünyada bu izmlər hardan gəlir? Bilirik də mənbəyi. Düzdür. Harda yetişib bunlar? Vyetnamda, hə? Yox. Yox. Monqolistanda, ya Senegalda? Yox. Həmişə Avropa, Amerika. Monqolistansız qoyursunuz. Yəni qeyri-Avropada Amerika. deyəndə, Avropa. məsəl üçün moda deyəndə hara yada düşür? Cənubi Afrika, Fransa. Fransa, İtaliya, düzdürmü? Parfümə deyəndə hara yada düşür? Fransa. Fransa. Həm də bax, onlar görsən, onların mədəniyyəti odur. O ilə də gedirlər və o sahədə, o mədəniyyət, o köklər, tarixsanda, rəssamlıqda da izmlər oradan getdi, çıxdı. Sizin nəsildən Amma halbuki impressionizm deyilən şey Almanların da impressionistləri oldu. Macarların da, Rusların da. Bəli. Ruslarda da impressionizm. Bəli, var. O eyni vaxtda. Məsəl üçün Rusiyada götürsək, Rus rəssamlarında impressionizmin əsasını elə Vrubel qoydu. Sezan bax da, Sezan sonra nə qədər sonra, ondan sonra neçə Birinci illər Vrubel idi. sonra Vrubel və yaxud sonrakilər var, tək Vrubel yox. Çoxları var, yetişdilər. Amma bu ki, mən deyirəm ki, bu məşhur etmək modern açıldı, biznes, art biznes ortalığa çıxanda 19-cu əsr və 20-ci əsr. Onda bunlar başladılar. Özdə bu sahə monopoliya çevrildi. Bunları fırladanlar həmən o ingilislərdir, Avropa, Amerika yəhudiləridir. Görürsünüz? Ekspertlər onlardan ibarət. soruşmaq istəyirdim reytinqlə bağlı. Hə, Dünyada dünyanın belə ümumi bir reytinq varmı rəssamların? Var. Var. Kim Sovet onu- vaxtı icazə verilmirdi.
Sovet rəssamlarının reytingi bildirilsin. Amma Avropada var idi o. İndi var. O Rusiya Federasiyası onu çıxartdı. Deməli, orada 3 sahəni əhatə edir bu reyting. Deməli, Çar Rusiyası dövrü və məkanı, Sovet dövrü, 70 Sovet dövrü və məkanı. Oldu. İndi də SNG. SNG Rusiyada Federasiyası onun tərkibində rəssamlar. Mədəniyyət Nəzirliyi çıxardıb yoxsa? Yox, Moskva dünya ekspertləri. Dünya Nə ekspertləri. mədəniyyət? Bilmirəm, Rusiyanın Mədəniyyət Nəzirliyi çıxardıb bir reytingi. Mədəniyyət naziri məmur deyə. Burada spesialist lazımdır. Всё, Spesialist okey. də Beynəlxalq ekspertlər, ekspertlər. ekspertlər по живописи. Çıxardıblar bir reyting. Bəli, reyting. Azərbaycanlılar O orada varmı? reytingi dünya qəbul eləyir. Var orada. Gözəl. Azərbaycandan Kim da var bütün orada? Azərbaycandan demək olar peşəkar rəssamların hamısı var. Hamısı var. Bəli. No, şükür. Bəli. Amma reytinglərin dərəcələri var. 1-dən 7-yə qədər. 7 o gənc rəssamlardır. 1 это высший пилотаж. Məsəl üçün Repin 1-dir. Ayvazovski 1-dir. Bəli. Malevich 1-dir. Malevin 1-dir. Serov 1-dir. Azərbaycandan 1 yoxdur. 2-dən başlayır. 2 o da 2 nəfərdir. Tahir Salahov 2 reytingi. Özdə A və V bəndi var. Okay. A o deməkdir ki, onun özünə məxsus dəstək xətti var, yolu var. Tahir Salahov. Okay. O Tahir Salahov A deyil, o realizm üslubudur. Realizm. V-dir. 2V. Gibi. Heykəl Taraş, Fuad Abdurrahmanov, Nizamini heykəlin ki o. O da 2V-dir. Qalan 10 nəfər 3-dir, 3 reytingi. O buralar qalan hamısı 4, 5, 6, 7 belə gedir. 3 reytingində bir 10-11 nəfərdir. Səhv eləmirəmsə, mən də görmüsün. Bəli. Sətlərdir, mənəm 3, Toğruldur, Rasim Babayevdir. Sonra Fərhadın özüdür, Xəlilov, sonra Fazil Nəcəfovdur. Sonra kim var orada? Sonra deyən görüm. Bax, indi yadıma düşür. Böyük Mirzazadədir. Çox qəribədir. Mikayıl Abdullayev 3 reytingi 4'dir. Niyə? Onlar onun xudojnik əsər olub. Niyə? Onlar zvaniyə baxmır ki. Onlar əsərə baxırlar. Əsərə baxırlar. Zvani lap Nobel mükafatı al. Əsərə baxır. Dünya ekspertləri deyə. Onlar soruşum, ekspertlər adətən hansı ölkələrdə? Rusiyadan, Macarstandan, Fransadan, İngilisdən və bunlar və Rusiyadan və təqdimatı da bunlar verir. Kimləri təqdim eləyir. Və dünyanın hansı qalereyasına getsəm, o reyting var olardı. Məsələn, bilir ki, məsələn, indi sağ olanlar, məsələn, Heykəltaraş Ömər Eldarov da 3 reytingdir. 3 reyting. Qəbir müəllim, İndi sağ qalan hələ 3 nəfər qalmış. Fərhaddır, mənəm, bir də Ömər Eldarov. Qalan 4, 5, 6, 7. Aydındır. Sizin əsərlər hansı muzeylərdə var dünyada? Tretyakov qalereyasında. Tretyakov. Muzey İskustu Narodu Vostoka. Moskva. Sonra Moskva muzeyləri, sonra Art Modern qalereyası Moskva, sonra Qazaxstanda Komsomolsk Namurev, sonra Tiflis muzeyində, sonra Berlin muzeyində və Rockefellerin şəxsi kolleksiyasında. Rockefeller alıb? Bəli. O vaxtda? Hansı ki soruşdu və güldürsən, avtorsan? O vaxtı alanmadı. Serdə alandan sonra onun nümayəndəsi gəldi. Alıblar. Nə alıblar? Hansı əsər? 92-ci il. Adam Yeva. Adam Yeva alıblar. Və şeydə Britaniyada, Londonda da var. Londonda var. Hansı muzeydə? Muzeydə deyil, bir lord var orada. Okay. Lordlar Palatasının şəxsi kolleksiyadır. Şəxsi kolleksiya. Və Terry Adams var idi burada. Neft konsorsiumunun sədri idi. Onda var. Və bir də Shell kompaniyasında. Sərgi. Bir əsər yoxsa? Arasında bir əsər. Bir Bir tablo. Amma şeydə Terry Adamsda 2 tablodur. Şəxsi kolleksiyalarında. Həmişə yadında. Berlin muzeyində var. Həmişə yadında saxlayırsınız. Sonra L'Orangerie Fransa muzeyində. Yadında saxlayırsınız hansı əsər kimdədir? Bəli, hamısı yadımdadır. Maşallah. Bu sizin üçün vacibdir. Mən bilirəm hansı əsərimdir, necə yəni.
Bu sizin üçün Hələ vacibdir. 5 dənə iş getdi Amerikaya. Məsələn, bir pis adam İngilizcə gəldi. qayıtmadı. Bilmirəm, insafsız, belə vicdansız adam gəldi və dedi ki, okey, 50 min dollarlıq sən əsərini alıram. Siz satırsınız. Hə, özdə gələndə məndə bu boyda aparat var. Qoyuram alnıma, sırası göstərir ki, bu Qızdırmaq. vicdansızdır. Qızdırmaq Mən göstərir. hardan bilim bu kimdir, nədir vicdansız? Bilmirəm, Belə burada şeylər- bilirsiniz də. Siz baxırsınız, sразу bilirsiniz. Ha, baxan- Adam nədir? Adam falsıza Necə özünü da. aparır? Ha, necə özünü Ayaqqabı aparır başqa, çıxardanda amma yox. nə bilim o vicdansızdır. Ayaqqabı çıxardanda başa dələduzdur, düşürsünüz ki, oğrudur, düzgün adamdır. Haramzadadır. Onu müəyyən zaman lazımdır ki, tanıyasan. Bəli. Sən başqa yoxsa böhtan olar əsas. Bilmirəm, ola bilər ki, tanınmamış adamları siz O elə satmırsınız. deyir pis adam. Məsəl üçün olub, məsəl üçün olub. Bir Vəhabi, bir həkim gətirmişdi. Vəhabi. Gəldi qaleriyanı görəndə siz görmüsünüz. Qayıtdı dedi ki, bunlar hamısı şeydir. İslamda bunlar haramdır. Ha. Çeçen idi özü. Deyirəm ki, Rusça danış. Deyirəm ki, sən Quran-ı Kərimdən xəbərin var. Deyir, da, znaydı. Deyirəm ki, Quran-ı Kərimdə 114 surə var. Sən mənə de görüm hansı ayədə Allah rəssamın tablosunu haram hesab eləyir. Sən bunu hardan götürdün? Vəhabi idi. Sonra bildim. O həkim. Hə. Bu güya gəlib məndən iş alacaqdı, kartina. Sonra da bir daha məndə kartina var idi. Orada yazılıb Bismillahirrahmanirrahim. Allah Məhəmməd Əli. Deyir, mən bu işi alıram. Deyir, mən o işi satmıram. Deyir ki, axı, hər işin qiyməti var zaten. Deyirəm, qiyməti var, amma o sənin gücün çatmaz. Növ çatmaz, deyir qiymətini. Dedim, 256 sektilyon dollar. Heç yetim sektilyon bilir, nə? Trilyon bilər. Gic oldu. Mən xoş getdim. Belə bir şey olub. Gördünüz? Hə. Qərar gəldiniz ki, Amma satmayacağam. mən onu pis adamlığını necə bildim? O ki qayıtdı dedi ki, Əlbəttə. haramdır. Противоречит, сам себе противоречил. Bir yandan gəlib güya məndən iş alır, bir yandan deyir ki, bu şəkil çəkmək haramdır. Haram. Öz Güya fikrini Allah sizə bunu haram. bildirməli idi. Hə, onun fikri təpəsinə deyilsin. Neynirəm onun fikrini mən? Hə? Bir adam ki, Allaha zidd danışır. Allahın Quran-ı Kəriminə, kitabına qarşı zidd danışır. Özündən uydurur. Haramdır. Sən kimsən haram deyirsən? Allah dəqiq göstərib də Quran-ı Kərimdə nə haramdır, nə. Gic danışmaq haramdır, düzdür. Qayır müəllim, mən çox şadım ki, biz bugün görüşdük. Sağ Biz olun, bugün siz də sağ danışdıq. olun. Siz də maşallah səmimi, çox səmimi danışdınız. Heç altıya nə qaldı. gizlənmədiniz. Altıya qaldı. Gizlənmədiniz. Maşallah. Sizə Allah kömək olsun. Sağ olun, çox sağ olun. Sizə də. Çox də işləyəcəksiniz, əsərlər yaradacaqsınız. Bu kişiyə sağ olun Adamlara, deyək də. bəli, adamlara da incə sənət göstərirsiniz. Yüksək sənət nədir də göstərirsiniz. Bu çox vacib bir şeydir. Ha, bunlar videodur. Mən də elə bilirəm, bunlar Bəli, Qayır müəllim bu fotoaparat. video O üçü də videodur. üçü də video. Oyda. Mən də bilirəm fotoaparatdır bunlar. Yox, siz hər dəfə ona baxanda deyirsiniz ki, ora hər şey qədərsindədir. Hər şey çəkilib, hər rakursdan sizi çəkilib. Siz necə? Çox sağ olun sizə. Siz də Özünüzü sağ olun. qoruyun. Sağ olun, çox sağ olun.